Hər kəsə salam. Bugün bizdə ət çəkmək, soyuducu ət yığmaq günü idi. Bilirəm ki, hər ay hamının evində belə bir gün var və sizin üçün faydalı olar deyə bu videonu paylaşıram. Nə bilim, bəlkə də güləcəksiniz mənim bu xasiyyətimə, amma mən beləyəm. Yəni əti çəkərkən tərəzidən istifadə edirəm və ölçürəm. Əgər 3 kilo ət çəkirəmsə, onun yarı hissəsini böyük hissələr şəklində, məsələn bugün 4 hissəsini 500 qramlıq, 4 hissəsini isə 250 qramlıq şəklində çəkdim və yığdım. Niyə bunu edirəm? Çünki böyük hissələri əgər dolma falan hazırlayıramsa, əti çox tələb edən yeməklər hazırlayıramsa, böyük hissələrdən istifadə edirəm. Əgər padlivka, nə bilim, yəni belə ətdən az istifadə olunan yemək hazırlayıramsa, o balaca hissələrdən istifadə edirəm. Ona görə mənə də çox rahat olur. Yəni sizin üçün də əgər bu faydalıdırsa, siz də indən sonra belə edə bilərsiniz. Bu şəkildə qızlar, videonu bəyənməyi, qaydetməyi və rəy bildirməyi unutmayın. Görüm siz necə çəkirsiniz.